Salam. Sizcə mənzilimə aldığım ilk şey nə ola bilərdi? Siz rəylərdə təxmin edənə qədər gəlin aldığım xırda məhsulları sizə göstərim. Ramkadır. Bunu hədiyyə olaraq almışam. Arxası belədir. Çox şirindir əslində. Sadəcə materialı elə bilirdim ki, taxtadan olacaq, amma taxta deyil. Qızıma çanta aldım. Bel çantası. Qəşəngdir. Bu brelokdur. Açar üçün. Və o an gəlib çatdı. Gəlin baxaq. Burada nə var? Tada! Pəncərələri silmək üçün belə bir şvabra aldım. Çünki biz mənzili 15-ci mərtəbədən aldıq və təbii ki də ora çıxası deyiləm. İlk olaraq bunu sınayım dedim. Gəlin göstərdim sizə necə olacaq. Deməli, bu belə açmaq da olur, bunu belə düz eləmək də olur, əymək də olur. Və burada biri açılır, boyu uzanır. Deməli, belə hər tərəfi əyilir, düz də eləmək olur. Necə yəni ki istəyirsiniz. Belə. Bunu mən əsasən pəncərələri çöldən silmək üçün aldım. Bunun da belə 3 nasatqası var. Biri belə. İkincisi belə. Ya bunlar dahildir. Düzdür, mən hələ ki bilmirəm nəyi necə eləyəcəm. Əsasən divarlar üçün aldım. Divarlar hündürdür və düşündüm ki, onları silməyə mənə kömək olacaq. Hələ istifadə etməmişəm, amma yəni necə olacağını bilmirəm. Sınayandan sonra mütləq necə olacağını sizinlə bölüşəcəm. Sağ olun.